Salam dostlar, necəsiz? Deməli, istəyirəm belə bir açım edim sizin üçün. İlin axırına qədər məni nə gözləyir? İlin axırına qədər məni nə gözləyir? Özünüzü düşünün. Maraqlıca izləyin, abunə olun. Bu arada yeni kanal açmışam. Kanalın adı Tarot Ezoterika Makamora. YouTube'da axtarın, tapın, abunə olun. Orada biraz fərqli olacaq. Daha uzun olacaq çəkilişlərim. Əlaqə saxlamaq istəyənlər üçün də nömrələrin bəzi videoların altında qeyd olunubdur. Dostlar, WhatsApp-a yaza bilərsiniz. Deməli, ilin sonuna qədər məni nə gözləyir? Birinci variant, ikinci variant, üçüncü variant. İndiki vəziyyətiniz, ümid və qorxularınız və sonuç ilin axırına qədər nələr baş verəcək, nə gözlənilir kartlara görə. Birinci variantda belə bir bayquşu qoyacağım, 2-yə pişik, 3-ə də belə bir siçan qoyacağım dostlar. Və mən, istəsəz pauzanı basaraq hansısa bir variant tuta bilərsiniz, istəsəz intuitivni sırası tuta bilərsiniz, istəsəz başqa adamların da yerinə maraq üçün tuta bilərsiniz. İndi bu sizin fantaziyanızın asılıdır. Və mən birinci variantdan başlayıram dostlar. İlin axırına qədər sizi nə gözləyir? İndiki vəziyyətiniz, bax belə bir şey deyim sizə. Hal-hazırda biri tutanlar güclüsüz. Yəni zəif insan deyilsiniz. Mən sizi zəif görmürəm. Hər hansısa bir probleminiz varsa, həll edirsiniz, həll etməyə çalışırsınız və çox böyük ehtimal ki, bilirsiniz ki, həll edəsiniz. Qorxularınız ola bilər, hər hansısa bir sirləriniz ola bilər, hər hansısa bir sekretləriniz ola bilər. Və onun üstü açılar deyə bəlkə narahat olursunuz. Həyatınızdakı insan tərəfindən ola bilər, narahat olursunuz. Narahat, mən deyərdim, olmayın, amma sən ona ehtiyatlı olmağa dəyər. Narahat olmuruq. Sonuç olaraq, belə deyim, birinci variant, sizin hər hansısa bir, bax, maddi ola bilər. Daha çox maddiyyata aid gəlir burada. Maddi ola bilər, işlə əlaqəli ola bilər, xarici ölkə ilə hətta əlaqəli ola bilər. Gözləntiləriniz, həll eləyəsi işləriniz varsa, bir çoxunuzun həmin işləri həll olunasıdır. Həll olunasıdır, dostlar. Əsas maddiyyatla əlaqəli çox işləriniz, yəni çox hissəsini həll eləyəcəksiniz, 100% və xarici ilə əlaqəli də bəzilərinizin hansısa problemlər həll olunmalıdır burada. Birinci variant. İkinci variant, ilin axırına qədər sizi nə gözləyir? İndiki vəziyyət ola bilsin, olduğunuz yerdə məmnun deyilsiniz, vəziyyət sizi məmnun eləmir. Çıxış yolu axtarırsınız, planlar cızılıbdır artıq, qərar verilibdir artıq və addım atası qalıbdır burada. Qorxular nədir? Ölçüb biçirsiniz. Bəlkə addım atmaqla əlaqəli biraz narahatçılığınız var da. Ölçüb biçirsiniz. Baxın, planlarınızı bölüşməyin. İkinci variant, planları bölüşməyin. İlin axırına qədər burada belə bir şey deyim. Əgər getməklə əlaqəli, nəsə bir addım atmaqla əlaqəli işləriniz varsa, daha da çox informasiya toplayın, daha dərindən öyrənin, nə isə intellektiniz də var, görürəm. Və ölçüb biçərək addım atın. Daha dərindən, kartlar sizə daha dərindən hər şeyi maraqlanmağınızı məsləhət görür ki, informasiyanız çox olmalı sizin. İkinci variant, özünüz bilirsiniz nə əlaqəlidir bu. Hər kəs özünə aid oradan informasiyanı götürəcək. İlin axırına qədər mən görürəm, daha çox məlumat toplayacaqsınız, daha çox hazırlaşacaqsınız, daha çox belə götür qoyular eləyəcəksiniz. Hələ ki, belə ilin axırına qədər sizdə belədir vəziyyət, dostlar. Üçüncü variant. Dostlar. İndiki vəziyyət daha çox maddiyyatla əlaqəli bir şeydir burada. Mən sizi pis görmürəm. Güclüsüz, hədəflənmişsiniz, vəziyyət də pis deyil, pis də olmamalıdır, narahat olmayın. Daha çox burada da yəqin ki, bəzi problemlər var, onlar həll olunmalı, bilirsiniz həll olunacaq, narahat olmayın.
və siz ümid edirsiniz ki, kimsə sizin maddiyyatla əlaqəli, daha çox maddiyyatla əlaqəli, daha çox deyirəm, başqa variantlar da ola bilər, uşaqla əlaqəli də ola bilər. Daha çox burada maddiyyat gəlib, düzü. Kiməsə ümid edirsiniz ki, kişi aylaqdır, ola bilsin hökumət işində işləyən adamdır, statuslu adamdır və yaxud da sizin üçün avtoritet bir adamdır. Ümid edirsiniz ki, bu insan sizin hər hansısa bir probleminizi həll eləyəcək, ümid edirsiniz və ümidləriniz çox böyük ehtimal ki, doğrulmalıdır. Çünki burada ulduz kartı çıxıbdır, problemlər var və mütləq həllini tapmalı bu problemlər. Özünüzü də gözəl hiss edin, dostlar. Günün axırına qədər yaxşı gedir hər şey. Üçüncü variant. Bax, bu qədər dostlar. Xahiş edirəm, abunə olun, klass verin, fikir bildirin və yeni kanalıma abunə olun. Tarot, Ezoterika, Makamora kanalımın adı.